Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 55-ci səhifə 55-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 3A tapşırığında deyir ki, Jules Verne'in əsərlərini xatırla və verilmiş məlumat vərəqə əsasında informativ mətn yaz. Jules Verne 1828-ci ildə anadan olub, 1905-ci ildə vəfat edib. Doğum yeri Fransa. Əsərlərinin dili fransız dili, əsərlərinin növü, yəni janrı, elmi fantastik. Əsərləri Hava şarında 5 həftə, Aya səyahət, Sirli ada, 80 gün dünya ətrafında, Fatih Robur, Paris 20-ci əsrdə, Kapitan Grantın uşaqları, əlavə məlumat, əsərləri 148 dilə tərcümə olunub. İnformativ mətn yazmaq üçün sadəcə burada olan məlumatları yox, metodik vəsaitdə verilən mətni də, yəni dərsliyimizdə verilən Jules Verne mətnini də bilməliyik. O mətndə əsərlərini neçənci ildə yazdığı, ondan ilhamlanaraq kimlərin nəyi ixtira etdiyi haqqında bir çox məlumatlar verilir. Bunu yazmamışdan əvvəl onu da oxumağınızı tövsiyə edirəm. Keçək mənim yazdığıma. Bu sadəcə bir nümunə kimidir. Yəni mən belə yazmışam. Kim istəyir fərqli yaza bilər. Mən belə yazmışam. Jules Verne 1828-ci ildə Fransada anadan olub. O, əsərlərini fransız dilində yazıb. Əsərlərini adətən elmi fantastik janrda yazıb. Onun bir çox əsərləri var. Hava şarında 5 həftə, Aya səyahət, Sirli ada, 80 gün dünya ətrafında, Fatih Robur, Paris 20-ci əsrdə, Kapitan Grantın uşaqları. Jules Verne əsərlərində gələcəkdə ola biləcək texnoloji ideyalardan bəhs edir. Məsələn, 1863-cü ildə yazdığı Paris 20-ci əsrdə əsərində özü yeriyən arabalar var. Bundan ilhamlanaraq 1885-ci ildə Karl Benz benzinlə işləyən avtomobil ixtira edib. 1886-cı ildə Fatih Robur əsərində hava gəmisindən danışılır. 1939-cu ildə Igor Sikorsky ilk helikopteri ixtira edib. 1865-ci ildə yazdığı Aya səyahət əsərində Aya səyahət edən insandan danışılır. 1969-cu ildə Neil Armstrong bunu həyata keçirib. Əsərləri 148 dilə tərcümə olunub. Jules Verne 1905-ci ildə vəfat edib. Bunu belə yaza bilərsiniz. Mən də sizə metodik vəsaitdə olan Jules Verne mətnini oxuyum və siz də ona uyğun olaraq bunları yaza biləsiniz. Keçək mətnə. Mətn belə adlanır: Jules Verne'in yaradıcılığı. Dünyada texnikanın inkişafında, məişətdə hansısa öncə görmə meydana çıxanda fantastik yazıçılar yada düşür. Onların bir çoxlarının fərziyyələri zamanla elmi reallığa çevrilib. Belə yazıçılardan biri də Jules Verne olmuşdur. Bəs o öz əsərlərində hansı icadların proqnozlarını vermişdir? Jules Verne'in bir çox əsərləri maraqlı texnoloji ideyalarla zəngindir. Yazıcı əsərlərində zamanında mövcud olmayan, bəşəriyyəti heyran qoya biləcək bir çox qurğuları təsvir etmişdir. Dahi yazıcının belə əsərlərindən biri Paris 20-ci əsrdə romanıdır. 1863-cü ildə qələmə aldığı bu əsər yazıldıqdan 130 il sonra nəşr olunmuşdur. Bunun səbəbi isə yazıcının əsərdə təsvir etdiyi yeni icadların naşir tərəfindən qəbul edilməməsi idi. Belə ki, hələ avtomobilin ixtira olunmadığı, göydələnlərin ucalmadığı bir dövrdə Jules Verne Paris küçələrini göydələnlər və özü yeriyən sürətli arabalarla bəzəmişdi.
Texniki yeniliklərlə zəngin olan əsərlərindən biri də Aya Səyahət romanıdır. 1865-ci ildə yazılan bu əsərdə yazıçı öz qəhrəmanını yerdən aya göndərmək üçün nəhəng toplardan istifadə etmişdir. Topdan atılan mərmi kosmik gəmini əvəz edirdi. O öz kosmik uçuş cihazını alüminiumdan hazırlamışdır. Halbuki insanlar real həyatda hələ bu metaldan istifadə etmirdilər. Aya ilk insan uçuşu isə əsər yazılmasından 104 il sonra reallaşmışdı. Növbəti əsər isə Fatih Robur olmuşdur. 1886-cı ildə yazılan əsərin qəhrəmanı elm adamı idi. Bu əsər öz qəhrəmanının adını daşıyır. Bu çılğın ixtiraçı Albatros adlı pərvanəli hava gəmisi yaradır. Roverun bu ixtirasından sonra yazıçının ideyası Rus mühəndis Igor Sikorsky tərəfindən gerçəkləşdirilir. İlk helikopter ixtira edilir. Göründüyü kimi Jules Verne əsərlərində təsvir etdiyi texnoloji ideyalarla bir çox elm adamlarına ilham vermişdir. Avtomobil, helikopter, təyyarə, raket, kosmosa uçuş kimi yeniliklər onun təxəyyülünün bəhrəsi olmuşdur. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!